Herkese salam, kanalıma ve yeni videoma xoş gəlmisiniz. Bir önceki vlogda dediniz ki səs problemi var. Artıq ona heç nə eləyə bilmərəm. O videoya heç bir müdaxilə eləyə bilmərəm. Amma ümid edirəm ki bu vlogda səsim yaxşı gəlir. Əgər yaxşı gəlməsə yenə mənə yazın, bildirin. Mən də bacardıqca səhvlərimə yeni vloglarda fikir verim. Bu arada kanalıma hələ də abunə olmamısınızsa abunə olun, videolarımı bəyənin və yorum yazın. İnanın ki çox sevinərəm, mənə dəstək olmuş olarsınız. Bazarlığımızı elədik, gedirik Nurayla evimizə. Hə Nuray? Hı. Getdik. Nurayla markete girmişdik, nə aldıq? Deməli banan endirməyəcək. Banan götürdük. Uşaqlar bananı çox xoşlayırlar. Ümumiyyətlə mənim uşaqlarım meyvəni sevirlər. Və ağacı məhsullar. Qatıq, belə bir xamam. Nuray xamanı çox xoşlayır və süt. Bəlkə nəsə şirniyyat falan eləyərəm. Belə. Marketə uşaqlar üçün simit almağa girmişdim, amma təndirin iyi o qədər gözəl vururdu ki, inanın ki iyə getmişəm, almasaydım da günah olardı. Təbii ki aldım. Bir də onu deyim ki, bazar storun təndir çörəyi olsun, bulkaları olsun, simitlər olsun, hamısını o qədər çox bəyənirəm ki, çox dadlı olur. Elə videonu editləyərkən fikir verdim ki, mən heç oradan tort almamışam. Mütləq bir dəfə tort alacağam, tortların da dadına baxacağam, görüm tortları necədir. Mən marketdən simitan almışdım və simitanı bu üst qapağı yox idi. Fikir verməmişəm, necə olursa fikir verməmişəm, ağlıma gəlməyib. Ona görə istəyirəm ki, bunu çıxardım. Belə bir bankaya töküm. Düzdür, dünən yediyimizi. Qalanını bankaya töküm. Belə qoyum. İndi süfrəyə də qoyacağım səhər yeməyinə yesin. Belə, qapı öldü, gəldilər. Belə. Bunu da verəcəm. Nuray yesin, xoşlayır. Çox belə az qaldı. Demək olar ki, qalmadı. Bu vlogu 6-cı gün çəkmişdim. Biz ancaq 6 bazar hamımız bir yerdə oturub səhər yeməyini yeyirik. Həftə içi yoldaşım tez gedir, uşaqlar gec durur. Mən duran kimi yemək yeyə bilmirəm. Ona görə həftə içi bizdə səhər yeməyini birlikdə yemək alınmır, amma 6 bazarlar çalışıram ki, qəşəng bir süfrə açım. Mən artıq bir ildir ki, kalbasa, sasiskadır, şokolad yağıdır evə almıram. Axırıncı dəfə alanda artıq qalmışdı, heç kim yemədi və atıldı. Ondan sonra dedim ki, haçan marketdə uşaqlar özləri şokolad yağının üstünə getsələr, onu da alacağam. Hər dəfə bazarlığa gedəndə də şokolad yağı olan bölmədə biraz yuvanıram. Deyirəm, bəlkə uşaqlar gözləri görərlər, istəyərlər, amma yenə də hələ ki istəmirlər. Onlar istəmirlər deyə mən də almıram. Amma belə kalbasa, sasiskanı onsuz da uşaqlara vermirdik, özümüz yeyirdik. Səhər yeməyimizi yedik, geyindik, keçindik, tort pişirməliydim. Ona görə də sizi də özümlə tort ləvazimatları yerinə aparıram. Biz hal-hazırda Hövsanda qalırıq. Hövsanın qəsəbəsində 2 dənə belə bir mağaza tanıyıram. Birinə getmişdim, buna isə birinci dəfə idi gedirdim. Digər mağazadan aldığım qaymaq xoşuma gəlmədi. Həmin qaymaq qəti surətdə alınmadı. Həmişəki aldığım qaymaq idi ki, qəti surətdə qatılaşmadı. Mən o qaymağı alanda fikir verdim ki, qaymaqlar xaladenikdə deyildilər, adi polkadaydılar. Bu mağazanı daha çox bəyəndim. İnşallah qaymağını da bəyənərəm.
Bilmirəm sizə belə videolar maraqlıdır yoxsa yox. Dedim qoy sizin üçün də çəkim, baxın. Sizə də bir fikir olsun. Əgər hər hansısa bir nişanlıq, qonaqlıq, ad gün ərəfəsindəsinizsə, belə yerlərə mütləq gedin. İnanın ki, büdcənizə çox qənaət etmiş olacaqsınız. Məsələn üçün elə bu lentlərin biri 1 manatdan başlayır. Mən də qərarsız qalmışdım ki, hansından götürüm, ağdan götürüm yoxsa qaradan, amma sonunda ağ lent aldım. Bunlar isə xəstəxana çıxışı üçün nəzərdə tutulmuş konfet qablarıdır ki, həm qabını alırsınız, həm də konfetini. İnanın, zakaz verdiyinizdən daha ucuz başa gəlir sizə. Bunu da deyim ki, əvvəl çeşid bu qədər çox yox idi. Hər şey tapılmırdı. İndi maşallah hər şey tapılır. Əvvəl də dediyim 2 ili nəzərdə tuturam. Bir ara belə taclı tortlar var idi ki, çox trend olmuşdu. O ərəfədə bu taclardan tapmaq qeyri-müşkül məsələ idi. Zakazla gətirirdilər, hər rəngi tapılmırdı. Qiymətini də mən 45 manata soruşmuşdum. Amma prakata da götürmək olurdu. Prakatı isə 15 manat idi. Burada satış qiymətini gördüm, şoka düşdüm. Bir vaxtlar 45 manata satılan bu taclar indi isə 7 manata satılır. Ümumiyyətlə buradakı məhsullardan hər bir tort ləvazimatları yerlərində satılır. Məsəl üçün belə tort dekorları, marsipandan hazırlanmış dekorlar. Mən tort üçün olan yazıları, şəkilləri, paylama konfetləri üçün olan kartları belə yerlərdən çıxardıram. Çünki buradakılar sənin bir cümləndən anlayırlar ki, sən nə tərzdə bir şey istəyirsən, nə istəyirsən. Hətta nədəsə də tərəddüddə qalsanız, özləri sizə kömək eləyirlər, yönləndirirlər. Ona görə də belə yerlərdə çıxartdırmağı daha çox xoşlayıram. Bir də son vaxtlar bu simiçkalara dadanmışam. Harda görsəm alıram. Belə bir şirniyyat mağazasına da girmişdim. Maraqlı gördüyüm şeyləri istədim sizə də çəkim, göstərim. Bəlkə sizə də maraqlı olar, fikir olar. Mən kiməsə konfet hədiyyə vermək istəyəndə belə maraqlı bağlamalar tapmıram. Amma indi heç kimə verməyəcəm deyə qabağıma çıxır. Deməli, getdik, gəldik, nə aldıq onu göstərəcəm. Bu qaymağı aldım. Tortlarımda istifadə edirəm və marujna dadı verir. Belə bir dolğular götürdüm. Qiymətini də qoy göstərim sizə. Bu mangoludur. Çox ətri çox gözəl idi. Bu isə malinalıdır. Belə bir rənglər götürdüm. Quru rənglər, lent, tort üçün və belə bir şam. Tort üçün badnosu, belə. Bunlar ucuz olur. 1 manata, 1 manat 50 qəpiyə falan olur. Və belə limon duzu və quru nanə görmüşkən götürdüm. Güzel. Axşam saat 12 işləyir. Mən geyinib keçirmişəm. Kaşokumu da götürmüşəm əlimə. Gedirəm nəsə almağa. Evdə tək idim. Uşaqları yatızdırmışam. Özüm adrenalin yaşamaq istəyirəm. Niyə bu vaxtı gözləyirəm? Gözlədim onu da bilmirəm. Nəysə gedim. Market yaxındır. Oradadır bizdə. Gedim görüm nə alıram. Qarın başa bəladır. Burada deyiblər. Aldım. Gedək evimizə. Markete düşdüm. Nə aldım marketdən? Belə bir pepsi aldım. Mangolu pepsini çox sevirəm. Bu dəfəki vloqum da bu qədər. İnşallah maraqlı oldu sizin üçün. Darıxmadınız. Növbəti vloqlarda görüşənədək. Allaha əmanət olun. Sağlıqla qalın. Hələlik. Bunlara uyğun bir kino qoyum.